Təzyiq xəbər vermir, təzyiq sakit qatildir. Salam əziz izləyicilər, bugün sizə arterial hipertoniya xəstəliyi barədə məlumat vermək istəyirəm. Təbii ki, bundan çox danışılır. Azərbaycandakı vəziyyətlə bağlı sizi məlumatlandırmaq istəyirəm. Demək, Azərbaycanda 30 yaşdan yuxarı insanlar arasında 2 milyondan çox insanın arterial təzyiqi yüksəkdir. Təsəvvür edirsiniz, bu nə deməkdir? Bu çox ciddi rəqəmdir. Statistik dəqiq rəqəmdir. Aparılan araşdırmalar, kardiologiya cəmiyyəti və müəyyən təşkilatların apardığımız skrinqlərin nəticəsinə əsaslanan bir rəqəmdir. Və bu 2 milyondan artıq insanın təqribən 1 milyona yaxını arterial təzyiqinin yüksək olmağından xəbəri olmayıb. Xəbəri yoxdur. Qalan kəsim hissə ki, təzyiqindən xəbəri var. Çox təəssüf ki, onların da təxminən bir 500 minə yaxını təzyiq dərmanı qəbul edir və müalicə alır. Və bu 500 min insanın təsəvvür edin ki, cəmi 14%-nin təzyiqi normaldır. Görün, vəziyyət necə gərgindir. Buna görə də təzyiqi mütləq şəkildə hamı mütəmadi evində ölçməlidir. Cavan yaşlı insanlar, orta yaşlı insanlar, mən özümü rahat hiss edirəm, mənim təzyiqim olmaz deyib keçməsinlər. Təzyiq sakit qatildir. Təzyiq xəbər vermir. Təzyiq çox yüksək rəqəmlərdə olanda baş ağrı, narahatçılıq, ürək bulanma, digər problemlər törədə bilir. Bəzən 140, 150, 160-a qədər arterial təzyiqi yüksələn insanların təzyiqindən xəbəri olmur. Buna görə mütləq şəkildə diqqət etmək lazımdır səhhətinizə və təzyiqinizi ölçün. Evdəkilərin təzyiqini ölçün. Nəticələrə baxın. Lazım olarsa, yüksək olarsa təzyiqiniz, 130-dan yüksək olarsa təzyiq, artıq həkimə müraciət etmək çox vacibdir. Hər birinizə sağlamlıq arzulayıram. Çox sağ olun.